İlham Əliyev yalvarır. Nazirlər, deputatlar, xalqın yox, sizin maaşları 5 dəfə artırdım. Məni qoruyun, məni satmayın deyir İlham Əliyev. İran məni minəcək, məni İrandan qoruyun deyə maaşları, ətrafının maaşını qaldırdı İlham Əliyev. İlham Əliyev bir neçə gün əvvəl nazirlərin və deputatların maaşlarını çox yüksək səviyyədə qaldırdı. Yəni, hələ bəzən 5-6 dəfə qaldırdığı maaşlar oldu. Əslində İlham Əliyev istəsəydi, bu maaş artımını ilin əvvəlində edərdi. Bayram deyil, seyran deyil, ilin əvvəlində edərdi. Çünki adətən maaşların artırılması ilin əvvəlində baş verir. Ya bayram tədbirində qaldırırlar, 31 dekabrda. Lakin bu dəfə fərqli oldu. Müharibə vəziyyətində, çətin bir dövrdə və ölkə gəlirlərinin azaldığı bir vaxtda nazirlərin, deputatların və icra başçılarının maaşlarının ən azı 3 dəfə, hətta 5-6 dəfə artırılması çox diqqət çəkir. Eyni zamanda xalqın maaşlarının artırılmaması tam əksinə əlavə vergilərin tutulması ilə İlham Əliyev ixtisarlarla, maaş kəsintiləri ilə, əlavə vergilərin tutulması ilə İlham Əliyev xalqa, bütün ölkəyə mesaj verir ki, nazirlər, deputatlar, mən sizə dəstəyəm, siz də mənə sadiq olun, məni qoruyun. Bunun əsas səbəbi budur ki, İran bu Azərbaycanda rejimi devirəcək və bu düzdür. Bilinmir, ola bilsin sabah, ola bilsin 3 gün sonra, ola bilsin bu müharibə bitəndən sonra İran müəyyən dərəcədə özünə gələr-gəlməz bu İlham Əliyev rejimini devirəcək. Azərbaycanda rejimi devirmək İran üçün çox çətin proses deyil. Əliyev özü, həm də onun nazirləri, deputatları bilirlər və nazirlər, deputatlar arasında bunu bilənlər artıq çoxdur. Nazirlər, deputatlar arasında İran İlhamı devirəcək, bunu bilənlər çoxdur. Ona görə də narahatdırlar. Bu rejim, Əliyev rejimi dağılandan sonra bizim taleyimiz necə olacaq? Biz də məhv olarıq, məhv ola bilərik düşüncəsindən bütün məmurlar qovrulur. Ona görə də böyük ehtimalla nazirlərin, deputatların, məmurların içində İran rejiminə satılanlar da ola bilər, əylənlər də ola bilər, xalqa tərəf keçənlər də ola bilər, İrana tərəf keçənlər də ola bilər. İlham Əliyev maaş qaldırmaqla və məmurları cəzalandırmamaqla onlara göstərir ki, birliyə gəlin, birliyə çağırır, özünü qorumağa çağırır. Amma bunun heç bir xeyri olmayacaq, bunu bütün dünya da, İran da, ağıllı adamlar da bilir.